Hər kəsə salam millət. Bu gün bir yerdən Müsibət Fəxrəddin əsərinin oxu üzrə təhlilini verəcəm. Burada bəzi məqamlar var ki, şagirdlərin diqqətindən yayınır və eyni zamanda onlar topluda və yaxud sınaqlarda bu məqamları çaşdırırlar və səhv eləyirlər. Odur ki, mən bir-bir burada oxuyacağam və sizə vacib məqamları göstərəcəm. Yəni ümumiyyətlə təhlil oxu işi üzərində olacaq və gəlin mənimlə bir yerdə oxuyaq, təhlil eləyək və dediyim qeydlərin hər birini kənarda yazın. Əgər hansısa bir məqam, fikir sizə maraqlı qalsa, bunu rəy qismində də yaza bilərsiniz. Mən bunu sizin üçün cavablandıracağam. Amma bacardığım qədər hər şeyi elə burada əsərin üstündə sizin üçün qeyd eləyəcəm. Davam, başlayaq. Deməli, burada əvvəlinci məclis buradan başlayır. Amma gəlin əvvəlcə obrazlarımıza baxaq. Deməli, Fəxrəddin bəy cavan oğlandır, Darülfünunu tamam etmişdir. Yəni, universiteti bitirmişdir. Mələk xanım Fəxrəddinin anasıdır. Şahmar bəy isə onun qardaşıdır. Xəlil, Hacı Murad bunlar nökərlərdilər, amma Fəxrəddingil tərəfdən nökərdilər. Bir də var burada Əhmədlə Vəli, buna ehtiyat eləyək. Əhmədlə Vəli isə deməli Rüstəm bəyin nökərləri olur. Rüstəm bəy özü mülkədardır. Mahmud bəy onun oğludur. Səadət xanım isə onun qızıdır. Eyni zamanda burada Gülbahar var. Gülbahar Mahmudla evlidir. Fəxrəddinin isə bacısıdır. Yəni Fəxrəddin və Şahmarın bacısıdır. Yəni Mələk xanımın neçə övladı var? 3. Həmçinin Rüstəm bəyin də 3 övladı var. Biri Rəşid idi. Rəşid ölüb. İndi onu əsərdə siz görəcəksiniz. Mahmuddur, bir də Səadətdir. Onun övladlarıdırlar. Cahangir bəy, Fərhad, Məhərrəm. Bunlar üçü də belə deyim də burada əsas obrazlardan onlar da biridirlər. Bir məclisimiz sırf bunların üçünə ayrılıb. Bunlar Cahangir, Fərhad, Məhərrəm üçü bir belə deyim də dostdular onlar. Və Rüstəm bəy tərəfdən onlar çıxış edirlər. Eyni zamanda da onların biz dialoqlarını filan görəcəyik. Belə ki, obrazlarımızla tanış olduq. Gəlin keçək artıq əsərin oxusuna. Əvvəlinci məclis. Başlayaq. Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə tək. Deməli, ən birinci məclis harda başlayır? Rüstəm bəyin otağında. Rüstəm bəy tək oturub, indiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam. Həmişə hər yerdə düşmənə faiq gəlmişəm. Bir Allahdan savayı heç kimdən qorxmamışam. Rüstəm bəyin nitqidir ki, mən Allahdan başqa heç kimdən qorxmamışam. Mən haman Rüstəməm ki, top dağıtmaz Cümşüd bəyin evini xarab qoydum. Mənə bir təşəxxüs satmaqdan ötürü Kərim xanın yurdunu xaraba qoydum. Deməli, Rüstəm bəy burada öz əməllərindən danışır ki, mən top dağıtmaz Cümşüd bəyin evini xaraba qoymuşam və eyni zamanda nə etmişəm? Kərim xanın yurdunu xaraba qoymuşam. Onları tarmar eləyib, evlərinə od vurub, külünü havaya sovurub. İndi mən bir ağızdan süd iyi gələn cavandan mı qorxacam? Ağızdan süd iyi gələn cavan deyiləndə burada Fəxrəddin nəzərdə tutulur. Durur ayağa. Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətli uşaqdan mı çəkinəcəm? Mən Rüstəm Zəmanə heç vaxt. Yəni burada Rüstəm bəyin monoloqu ilə başlayır əsər. Rüstəm bəy öz əməllərindən danışır. Əməllərində qeyd eləyir ki, deməli top dağıtmaz Cümşüdün evini xaraba qoyub, təşəxxüs satmaqdan ötürü Kərim xanın yurdunu xaraba qoyub, tarmar eləyib, evinə od vurub və külünü havaya sovurub. Və bunları elədiyinə görə özü ilə fəxr eləyir və hətta deyir ki, mən ağızdan süd iyi gələn bir uşaqdan mı qorxacam? Yəni burada da Fəxrəddin nəzərdə tutulur. Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı qabağımızda dovşan, tazı qabağına qaçan kimi vaziyirdi. Deməli, burada Heydər bəy haqqında məlumat verir ki, yəni güya ki, Heydər bəy bunun qabağında dovşan kimi qorxur. Deyir, görürsən Fəxrəddin də atasına oxşuyur. Özünü öldürtdürdüm, qızını güclə oğluma gətirtdim. Planlarını görürük. Baxın, deyir, yəni Heydərin özünü öldürtdürmüşəm, qızını da oğluma gəlin gətirtdirmişəm. Qardaşlarım bu vilayətdən itirmişəm, deyir. Yəni, əslində biz burada nə görürük? Rüstəm bəy artıq Gülbahardır da o qız. Gülbaharı oğlu Mahmuda alıb və bu onun əslində planının bir parçasıymış.
İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın. Yəni deyir Fəxrəddinin adı çıxartmağı deyir. Mənim oğlum ölüb, amma o adını çıxardacaq məyəm deyir. O mən deyiləm. Əhməd, Vəli nökərlərdir, baxın onları çağırır. Deyir hərgah onun atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. Yəni onu da atasının yanına göndərəcəm, yəni öldürəcəm. Əgər eləməsəm də bu papaq mənə övrət ləçəyi olsun. Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər. Yəni bir dənə Fəxrəddini burada oğluna layiq görür. Əslində Fəxrəddinin bir dənə qardaşı var idi, Şahmar. Şahmar Rüstəm bəylə, Mələk xanımla eyni düşüncədə olan oğlan idi. Və o təhsil almamışdı. Və Fəxrəddinin təhsil alması, gəlib burada müəyyən bir işlər görməsi bir növ Rüstəm bəy bunların hamısını belə qiymətləndirir ki, yəni mənim oğluma taydı Fəxrəddin. Mən gərək o evi xaraba qoyam. Əhməd Vəli bellərində xəncər, tapanca daxil olub baş əyirlər. Rüstəm bəy deyir, Fəxrəddin bəy Heydər bəyoğlu deyirlər gəlibdir. Onu görəniniz varmı? Ölənəcən mənlə əlləşən atası Heydər bəyə bənzəyirmi? Soruşur, atası Heydərə oxşuyur. Əhməd burada cavab verir ki, xeyr ağa, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandır. Alçaq, mülayim. Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündən azarxana, baxın öz mülkündən, yəni öz pulu ilə eləyir bunu. Azarxana xəstəxana deməkdir. Yəni azarxana, məktəbxana açıbdır. Həkim gətirib, mama gətirib. Yəni həkim filan gətirib özü ilə bir yerdə. Yəni biz bunların hamısını kimin nitqindən öyrənirik? Ən birinci Əhmədin nökərin, yəni nitqindən öyrənirik. Rüstəm bəy, eşitmişəm. Fəxrəddin tamam dünyanın gözü olsa, yenə mənim oğlum Rəşidin əvəzi deyil. Heydər bəy para eləmişdi. Nə qədər deyir ki, onu Heydər bəy para eləmişdi. Yəni deyir ki, Heydər bəy mənim oğlumu elə para eləyib. Yəni Fəxrəddin nə qədər yaxşı olsa, o qədər yaxşıdır mənim üçün. Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur. Çünki onu qızım Qəza oğlumun qanına layiq əvəz göndərib. Yəni deyir ki, həyat onu mənim oğlumun qanına əvəz göndərib. Mənim üçün məqami intiqamdır. Yəni ki, mənim üçün artıq intiqam vaxtı gəlib çatmışdır. Əhməd, Vəli, Rəşidimin yadigarları, o bədbəxt gecə Rəşid can verən zaman biz əhd peyman elədik ki, öz aramızda əl tutuşduq. O əhd peyman yadınızdan çıxmayıb ki, yəni deyib, Əhmədlə Vəliyə deyir ki, Rəşid öləndə biz onun başının üstündə idik də, bir-birimizə söz verdik. O sözü unutmamısınız ki, Əhməd burada qayıdır ki, xeyr ağa, elə halət, elə məqam yaddan çıxa bilməz, mümkün deyil və adını kişi qoyanın sözü gərək bir olsun. Başımızdakı papaqdır, övrət ləçəyi deyil. Bayaq burada övrət ləçəyi məsələsini Rüstəm bəy də vurğulamışdı ki, əgər mən Fəxrəddini öldürə bilməsəm, başımdakı mənə övrət ləçəyi olsun. Əhməd də deyir ki, yəni biz o sözü unutsaq, bizim başımızdakı bizə övrət ləçəyi olsun. Vəli deyir, əvvəl-axır ölümdür ağa, qoy can puç olsun qeyrət yolunda, namus yolunda. Rəşid ağamın müsibətini unutmaq olmaz. Yəni neynəsək də onsuz da biz Rəşidin müsibətini unuda bilmərik. Mərhaba, mərhaba, cavabınız mərd icidin cavabıdır. Çörəyim sizə halal olsun. Əgər sizlə bir yerdə oğlum, biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi. Hardasan oğul, belimi sındıran oğul. Yaraların yadıma düşəndə dünya və aləm başıma aylanır. Bədənim ot tutub yanır, başımdan tüstü çıxır. Oğul, oğul, sənin qanını yerdə qoymaram oğul. Qəbirdə rahat yat, hərgah meydanda tək də qalsan, yenə düşməndən əl çəkməyəcəm. Əhməd də Vəli də baş tutub gedirlər. Deməli, biz burada əslində bir növ nəyə öyrənirik? Bu əslində mənə biraz Cahandar ağa obrazını xatırlatdı. Cahandar ağanın da Əşrəf adında oğlu vardı, o ona çox bənzəmirdi, amma o biri Şamxal ona çox bənzəyirdi. Hansı ki, həm xasiyyət baxımından, həm də görünüş baxımından. Rəşidin də xasiyyəti, Rüstəm bəyin xasiyyətinə burada bir tay tutmaq deyim də, yəni hardasa biz bunu buradan öyrənə bilirik. Çünki deyir ki, əgər mənim oğlum da sizlə bir yerdə sağ olsaydı, o da mənə belə cavab verərdi. Yəni deməli bunlar üçü eyni ağılda olublar da. Amma Mahmudla Rüstəmin xasiyyəti tamam bir-birinə ziddir. Davam edək.
Rüstəm bəy tək başına yenə onun monoloquna rast gəlir. Hərgah mənim oğlum Mahmudda namus, qeyrət olsaydı, mənim nişanələrimin 100-dən biri onu da tapılsaydı, yəni mənə də biraz oxşasaydı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi. Heyif sənə oğul, heyif sənə Rəşid. Of, and olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətinin sözünə baxıb, arvadın nəzərdə tutur burada, bir qeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacam. Ölüb ya itmiş hesab eləyəcəm. Yəni deyir ki, arvadın sözünə qulaq asıb, mənlə bir yerdə gəlməsə, Rəşidin intiqamını almağa, artıq mən onu oğul hesab eləməyəcəm də, yəni onu oğulluqdan bir növ atacaq. Mənim oğlum gərək mənim özümü oxşasın, bir qeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədi. Mahmud gedəndə nə olacaq? Bir növ burada əslində o gələcəyə işarə verir, bir növ baxaq. Dünyada ömür eləmə, elədin qeyrətli namusu əldən vermə və salam. Yəni bir növ Rüstəm bəy bu hadisələri, bu oxuduğumuz bu hissədə Mahmudun belə davranmasını qeyrətsizliklə, biqeyrətliklə əlaqələndirir. Deyir ki, yəni o arvadının sözünə qulaq asır da. Axı Mahmudun arvadı Gülbahar idi, hansı ki o Fəxrəddinin də bacısı idi. O da deyir ki, yəni arvadının sözünə qulaq asır. Amma düşünmür ki, yəni Mahmud əslində doğru olanı deyir. Görə indi Mahmud bizə nə deyir? Mahmud gəlir burada, nə buyurursunuz? Rüstəm bəy, Mahmud, sənin məhəbbətin məni vadar elədi. Mən də gedib düşmən qızını gətirdim, cəbrən və evimdə gəlin elədim. Yəni deyir ki, mən əslində elə bir planım yox idi. Sənin məhəbbətin məni vadar elədi ki, mən Gülbaharı evimə gəlin olaraq gətirdim. Mən öləndən sonra dövlətimə şərik olacaq. Yəni bir növ bundan da narahatdır ki, yəni bir gün Rüstəm bəy ölsə, Gülbahar şərik çıxacaq ona. Demirəm pisidir, göyçək deyil, ağılsız, kamalsızdır. Amma düşmən qızıdır. Bu düşmənçilik ki, bu saat bizim aramızda var, həmişə olacaq. Gülbahar mənim evimdə qala bilməz. Əlavə müsibətlə gələn qızı düşmən qapısına geri qaytarmağın özü də bir müsibətdir. Baxın, diqqət. Deyir ki, yəni sənin sevgindən mən onu gətirmişəm bura. Burada Rüstəm bəyin əslində əvvəldən qurduğu bir plan ortaya çıxır. Sən demə, yəni burada Rüstəm Gülbaharı o vaxt elə gəlin olaraq gətirəndə də bunu düşünürmüş ki, bir gün intiqam alsa, Gülbaharı da bir növ evinə aparsın, qaytarsın. Yəni bunun özü də bir müsibətdir də, onlara bir ləkədir. Yəni bir növ belə bir ləkədə vurmaq istəyir, qızla ləkə vurmaq istəyir onlara. Gülbahar gərək getsin, qandın ki, tələbim nədir? Səndən cavab gözləyirəm, de görüm sözün nədir? Burada elə bir birinci təklifidir də bu. Rüstəmin Mahmuda birinci təklifi budur ki, yəni qızı aparaq qaytaraq. Görək Mahmud nə deyir? Məni bağışlayın ata, hərgah məhəbbət necə ki buyurursunuz, sizi vadar elədi ki, gəlin barəsində cəbrən iş görməyə, yəni necə ki deyir, mənim məhəbbətim sizi vadar elədi ki, qızı evə gəlin gətirək, ola bilərmi ki, həmin məhəbbət mane olsun ikinci cəbrə zülmə, yəni ola bilər ki, deyir, sənin bu planına həmin məhəbbət zərbə vursun da, yəni sənin bu fikrini dəyişsin. Rüstəm bəy deyir ki, ola bilməz, ikinci təklif. Baxın, ikinci təklifini deyir. Birinci təklif deməli, birinci təklif qızı qaytarmaq idi. Görək ikinci təklif nədir? Hazırsanmı Heydər bəyin evini tarmar eləməyə, yurdunda bayquş oyatmağa? Səhv yazılıb, ulatmağa, hə. Bir dəqiqə bunu düzəldim mən. Bu belə fırladıram. Belə daha rahat olacaq. Ay, sağ ol. Hə. Deməli, Mahmud, sənin məhəbbətin məni vadar elədi ki, mən də gedib düşmən... Buranı oxumuşuq bir dəqiqə. İkinci təklif. Hazırsanmı Heydər bəyin evini tarmar eləməyə, yurdunda bayquş ulatmağa, Rəşid bəyin qanını almağa? Sahibi ixtiyarsınız, amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir. Çünki o biçarə bir təqsirdir. Özü o vaxt burada olmayıb. Deməli, Mahmud bəy deyir ki, yəni sən özün bilərsən nə edirsən. Amma ki, yəni o deyir, Fəxrəddin heç özü burada olmayıb da, ondan niyə alasan ki, intiqam? Rüstəm bəy deyir, hay, Mahmud. Mən elə qabaqcadan bilirdim ki, sənin cavabın belə olacaq. Heyif sənə Rəşid, yaraların sübut edirdilər ki, düşmənə asanlıqla can verməmsən. Biçarə oğul, belimi sındıran oğul. İnanın ata, Rəşid bəyin müsibəti necə ki sizə rahatlıq vermir, elə də mənim özümə. Ancaq ata, Allah xətrinə məni vadar eləməyin ki, nahaq qan tökməyə, zülüm verməyə. Yəni bu Mahmudun fikirləridir. Rüstəm bəy kifayətdir, gedə bilərsən, deyir.
Belə ki, sən başlamısan, öz evində bayquş uluyacaq. Bunu da Mahmud bəy bu sözü deyir. Buna diqqətli olun. Bu bir dəfə testdə də düşmüşdü. Bu nitqi deməli biz Mahmud bəyin dilindən eşidirik. Rəşid, qanını yerdə qoymaram. Yoxsa oturduğun yerdə sinəm partlayıb bağrım çatlayar. Bir qaranlıq gecədə cədələri götürüb gedərəm od vuraram evlərinə. Tayalarına çölə çıxanı gülləbaran edərəm. Rəşid, bilsəm ki, evim tarmar olacaq, yurdum itəcək, yenə sənin qanını yerdə qoymayacağam, oğul. Evlərini Qars qalası da eləsələr, 100 nəfər adam da orada olsa, yenə gərək mən intiqamımı yerdə qoymayım. Mənə 2 etibarlı nökərim, bayaq Əhmədlə Vəli demişdim və onlar nəzərdə tutur. Cahangir bəy və yoldaşları kifayətdir. Vay Mahmud, vay Mahmud. Deməli, burada nəyi görürük? Hansı məqamlar ortaya çıxır? Rüstəm Fəxrəddingirin evini Qars qalasına bənzədir və hətta onun planında təkcə Fəxrəddin yoxdur. Baxın, deyir ki, bir qaranlıq gecədə cədələri də götürüb gedərəm, od tutaram evlərinə. Çölə çıxanı gülləbaran eləyərəm. Yəni, burada əslində təkcə Fəxrəddini öldürmək deyə bir planı yoxdur. Deyir, kim çölə çıxsa hamısını öldürəcəm. Gülbahar xanım daxil olur. Uy, ay qardaşlarım, uy yazıq atamın evi, qulaqlarım kar olaydı. Bu günə əhvalatı eşitməyəydim. İndi mən neyniyim, Allah, dərdimi kimə deyim? Kağız yazıb kimdən göndərim? Bu nə tövr onları xəbərdar eləyim? Ağlım çaşır. Mən Fəxrəddinin ölümünü tab eləyə bilmərəm. Yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım. Sizə qurban, ölüm mənimdir. Allah. Deməli, burada Gülbaharı görürük. Gülbahar Rüstəm bəyin nitqini eşidir. Bilir ki, o neyniyəcək öz ata evinə, yəni Heydər bəyin evinə. Burada o bir növ qorxur, həyəcan keçirdir ki, yəni mən Fəxrəddin ölsə neyniyəcəm. Və bu zaman oturub başlayır ağlamağa. Və Səadət xanım da onun yanında olur. Gülbahar, nə olub? De görüm nə olub, səsini çıxart, Allah xatirinə məni qorxutma. Gülbahar da deyir ki, müsibət yerdən göyəcən, Səadət, canım sənə qurban, bağrım çatlayır, aman günüdür. Səadət xanım, Gülbahar, sən məni həqiqətən qorxudursan, Allah xatirinə tez ol, sözünü de. Səadət, insaf məqamında, baxın burada Gülbaharın nitqində bir növ bu qan davasının ən birincisindən ən sonuncusuna qədər nələr, yəni hansı yollardan keçdiyini biz burada görürük. Baxın, deyir ki, insaf məqamında sənin atan, mənim atam ilə düşməndirlər. Sənin atan, yəni Rüstəm bəy, əmilərimi nahaqdan diyar-ba-diyar salıb. Yəni sənin deyir, atan nahaq yerə mənim əmilərimi diyar-ba-diyar eləyib də. Mənim atam sənin qardaşını öldürür. Deməli, Rüstəm bəy Gülbaharın əmirlərini diyar-ba-diyar eləyəndən sonra Heydər gəlir Rəşidi öldürür. Sənin atan mənim atamı. Heydər Rəşidi öldürür, Rüstəm də Heydəri öldürür. 3 qan bunlar elədi. Yəni 3 qan, 2 əmisi plus bir dənə də Heydər bəy. Yəni 3 qardaşı öldürüb də bir növ. Bunlar 3, bir dənə də Rəşid ölüb. Yəni 3 Gülbahargildən ölüb, Fəxrəddingildən ölüb. 1 Rüstəm bəy tərəfdən ölüb. Gərək bundan sonra Fəxrəddinin təqsiri nədir ki, sən istəyir, demir ki, Fəxrəddin o dilim ağzım qursun Allah. Yəni deyir ki, yəni burada Fəxrəddinin təqsiri nədir ki? Yəni 3 nəfəri sənin atan eləyib, bir dənə Rüstəm Rəşidi də mənimkilər eləyib də. Burada artıq Fəxrəddinin günahı nədir? Səadət xanım deyir, Fəxrəddinin başından bir tük əski olanacan, mənim 2 gözlərim kör olsun. Səadət xanımla da Fəxrəddin bir növ sevgilidirlər, bir-birlərini sevirlər. Allah xatirinə gödək danış görüm, təzədən qəza başımıza nə gətirmək istəyir, Səadət soruşur. Gülbahar deyir, bu saat mən eşitdim. Allah heç bacılara göstərməsin. Rüstəm bəy nökərləri ilə məsləhət görürdülər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. Fikirləri Fəxrəddini öldürməkdir. Fəxrəddin 3 ay deyil gəlib. Mən onu görməmişəm. Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər? Yəni deyir, Fəxrəddin heç 3 ay deyil də bura gəlib. Yəni bu nə zülmdür ki, onlar eləyirlər? Heç mən deyir, özüm 3 aydır Fəxrəddini görməmişəm. Gülbaharın nitqindən əslində biz çox şeyi öyrənmiş oluruq burada. Hər şey aydın olur bizim üçün. Uşaq olma, səbr elə bu saat. Hürü nənə, ay Hürü nənə, ancaq təvəqqə edirəm, rəftarından təğyir olmasın. Özünü arxayın saxla, eşidirsənmi? Hürü nənəni çağırır burada Səadət. Hürü nənə gəlir. Belə nə var? Hürü nənə sizə qurban. Səadət xanım deyir ki, burada Hürü nənəyə,
Bu saat evdən xəlvət çıxırsan, düz Fəxrəddin bəyin yanına. Təkcə özünə deyirsən ki, bizim qırılmışlar, öz atası gül nəzərdə tutur. Sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar. Çölə çıxanı gülləbaran eləsinlər. Və bu işdən ötürü Cahangir bəy də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqə eləyirəm ki, bu xaraba vilayətdən baş götürüb getsin. Qalmasın bu dağılmışda. Bu xaraba vilayət və Səadət yaşadığı yurdu xaraba vilayət adlandırır. O ki qaldı mənə, mənim fikrimi çəkməsin. Onun hər yerdə olsa sağlamatlığı məndən ötürü kifayətdir. Yəni deyir, harda olur olsun, salamat olsun. Mənim üçün bu bəsdir. Mən ölənəcəm, bir vəfalıq eləməyəcəm. Yəni ona ancaq sadiq qalacam. Nə qədər ki deyir canım sağdır, bu canı onun yolunda qoymuşam. Bircə bu kişi deyən gərək, ay bir iman. Bu Fəxrəddin haman Fəxrəddindir ki, Hürü nənə deyir. Baxın, burada Hürü nənənin də nitqində biz çox şey öyrənirik. Qızın Səadəti 6-7 il oxudub, tamam vilayətin gözü eləyib. İndi bu da onun əvəzidir. Ay bir iman, ay başı batmış. Hərgah Səadət bu qədər oxumasaydı, o da olardı bizim tayımız. İndi bax gör ki, Səadət dildən, ağızdan düşmür. Səadəti bu məqama yetirən Fəxrəddin deyil. Tfu, yox olasan sənin, murdar olasan sən. Yandım, töküldüm. Yəni Hürü nənə deyir ki, həmin Fəxrəddindir ki, sən o düşməni yapardığın. Özü üçün deyir bunları. Rüstəm bəy haqqında deyir. Yəni deyir ki, Fəxrəddin həmin adamdır ki, Gülbaharı oxutdurub və qızın adı hər yerdə, yəni yaxşı çəkilir də. Əgər o oxumasaydı, o da olardı bizim bir tayımız. Mahmud bəy daxil olur. Nədir yenə Hürü qarı dərvişlik eləyirsən? Mahmud gəl artıq burada. Nə olacaq? Dəli qudurmuş atan təzədən yenə çarxı xoruz kimi girib meydana. Qoymaz gərək dərdimiz nədir? Mahmud bəy deyir, əhvalatdan xəbərdaram, ancaq qorxmaq lazım deyil. Mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin başımıza. Elə fikirləri mən pozaram, qoymaram, əmələ gələ arxayın olun. Deməli, baxın, bura diqqət eləyin. Mahmud bəy bir növ gəlib burada, bacısı gidə söz verir ki, yəni mən qoymayacam da, bu evdə qan, yeni bir müsibət olsun, yeni bir qan tökülsün. Yəni, mən ölməmişəm, mən bunu qoymayacam, icazə verməyəcəm, pozacam bu şeyi. Əslində, Mahmud bəyin elə orada ölümünə də səbəb sırf bu sözlər olur. İndi həmin hissələrdə bu məqamı sizin yadınıza salacam. Səadət xanım deyir, qardaş, biz heyvan deyilik, insan olmağın meyarı. Nə idi bunun adı? Səadətin nitqində görürük. İnsan olmağın meyarı. Yəni biz deyir, heyvan deyilik və bizə insan deyərlər. İnsan olan kəsdə məhəbbət gərək. İnsaf gərək, mürüvvət gərək. Atamızın bir ayağı qəbirdədir. Lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. Nə olubdur axı, bəs deyil. Mahmud da deyir ki, mən ölməmişəm ki, siz təşvişə düşürsünüz. Qoca kişidir, danışar, yorulub oturar yerində. Bəri gəlin, gedək bağçaya. Yəni, burada artıq Səadətə və Gülbaharı biraz rahatlatır. Hürü nənə də gedir burada Fəxrəddinin gilə. Görək Fəxrəddinin evində nələr baş verir. Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib, səndəli üstə, qabağında miz üstə bir cüt yanan şam və dəftərə baxır. Fəxrəddin bəy, mənim ağlım heç kəsmir ki, kar xeyirlər bizim molla demişkən bu tezliklə tamam olaydilər. Allah qoysa, bir 3-4 ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya, azarxanaya kifayət eləyər. Məndən artıq xərc istəməz. Yəni deyim, mən bir müddət sonra artıq bu bağda hazır olar. Məktəbxana ilə azarxananın xərcini artıq mən həmin bağdan ödəyərəm. Özümün əlavə pulu çıxmaz. Sonra Səadət xanım qolları çirməkli, dəstə haçar, belində gecə-gündüz əlləşməkdə. Cənab Fəxrəddin bəy də özü həmi bağman, həmi dirikçi, həmi məktəbdə müəllim. Burada xəyallarını görürük biz. Fəxrəddinin ki, yəni artıq Səadət xanımla orada özünü bir görür, özünü məktəbdə müəllim olaraq görür və s. Pis ömür deyil. Hərgah qıza bir vəfalıq etməsə, qəza bir vəfalıq eləməsə, yəni deyir ki, bu pis xəyal deyil də, əgər başımıza bir iş gəlməsə. Görək Allaha pənah. Hacı Murad, bu da bunun nökəridir, Hacı Murad'ı çağırır. Hacı Murad da deyir, nə buyurursunuz ağa? Nə var, nə yox Hacı Murad, həkim mənzilindən razıdırmı? Mollanın keyfi necədir?
həkim mənzilindən razıdırmı? Deməli, həkim haqqında ilkin məlumatı biz eşidirik Əhmədin nitqində. Bayaq sizə göstərmişdim. Əhməd orada deyirdi ki, azarxana açıb, həkim mama gətirib özü ilə və burada Hacı Muradla bunun nitqində öyrənirik ki, həkim artıq həkimə mənzil veriblər. Hacı Muradın da nitqindən öyrənirik ki, indi deyəcəm, molla uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Mollanın uşaqlarla oynamağı. Heydər babaya salamda var idi orada Molla İbrahim. Həkim mənzilindən çox razıdır. Ələxüsusda övrəti. Yəni deyir, həkim bəyənib evini, xüsusilə də arvadı oranı daha çox bəyənib. İnək də ki, gəlibdir. Şadlıqlarından bilmirlər nə eləsinlər. Molla çox yaxşı oğlandır. Çox yaxşı. Təhənc çubuqları da ki, vüsul oldu. Bəli ağa, 2 ərəbə çox təmiz çubuqlar. Çox pakisə. Sübh tezdən hamısını bastırarsan. Nə qədər fəhlə lazım olsa bağbana deyərsən gətirsin. Əlavə şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq yaxşı deyil. Baş üstə molla özü hazırlaşıb əlləşməyə. Görək nə olur buradan? Burada ümumiyyətlə ümumi bir fikirlər verilir bizə. Yəni orada xüsusi bir şey yoxdur. Hər iş öz yolundadır, şükür Allaha. Burada Fəxrəddin özü üçün danışır. İndi bir qalıb Rüstəm bəylə barışmaq. Deməli, bayaq Rüstəm bəyin nitqini gördük. Rüstəm bəyin fikri odur ki, bunu öldürsün, belə eləsin, eləsin. Fəxrəddinin isə heç bu planlardan xəbəri yoxdur. Onun fikrincə ancaq yəni barışıq eləməyə çalışır. Mələk xanım, Şahmar bəy daxil olurlar. Mələk xanım deyir, oğul, atanın canı ağzından çıxanacan Fəxrəddin deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə çotan kimi eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilini görsəydin, uy Heydər, Heydər, məni köməksiz qoyub gedən Heydər, gözlərim kör olaydı sən o halda görməyəydin. Mələk xanımın nitqində biz bunları görürük ki, yəni deyir, Fəxrəddin atan öləndə, atanın canı ağzından çıxanda, elə Fəxrəddin deyib ölür. Elə Mələk də bu sözlərin əsasında deyir ki, yəni Şahmar yox, elə sən almalısan da intiqamı. Xudaya, gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq bir mənə işdən ötürü bu mərtəbədə müsibətlər, düşmənçilik bahəm eləmişik. Vallah deyirəm, belə hərəkətlərdə dürüst fikir verəndə, belə görürük ki, güya biz müsəlman tayfalarının üstünə göydən lənətlənmə yenib ki, işığa çıxa bilməyəcəksiniz. Həmişə zülmətdə qalıb vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz. Aşkar görürəm, sübut da uzaqda deyil. Mən buraya gələn 3 ay deyil, bu 3 ayın ərzində 200 adam, dəxi də artıq, elə bizim ətrafda bir-birini tələf edib. Məgər bu vəhşi nadanlıq deyilmi? İnsaf yox, mürüvvət, qanacaq, tərbiyyət yox. Məgər şəriət bizə göstərən yol budur? İnsaf məqamında duran anacan, qardaşım axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi. Anacan, qardaşım, burada Şahmarla anasına deyir ki, yəni mənim atam deyir, Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləyib. Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır. Siz nə insafla işə bir göz ilə baxırsınız. Yəni deyir, siz niyə bir gözlə baxırsınız ki, atam bunu eləyib deyənə, Rüstəm bəy də onu öldürüb də. Bir növ Fəxrəddin heç kimi burada qınamır. Çünki o barışmaq istəyirdi də. Oğul, 5 il üzü qibləyə namaz qılıb, Allahı çağırıb yolumu gözləmişəm. İndi səndə belə, yəni deyib, mən 5 il dua eləmişəm ki, indi namazın əslində niyyəti odur ki, yaxşı bir şey üçün dua eləyəsən. Amma Mələk xanım namaz qılıb ki, 5 il üzü qibləyə ki, gəlsin Fəxrəddin intiqam alsın, yəni bu mənfi bir şeyə görə. Çox uzun danışdıq, kifayətdir. Mənim axır sözüm budur ki, mən cəllad deyiləm, adam öldürən və yaxud öldürtdürəm. Hərgah mənim özümü öldürmək istəyirlər. Neynəmək, qoy öldürsünlər, mən bir can borcluyam. O ki, qaldı səadətə, onu məndən bir əcəl ayıra bilər. Yəni, ancaq deyil, mən ölsəm onu məndən ayıra bilərlər. Sizdən çox təvəqqə eləyirəm ki, səadət barəsində dəxi artıq bu evdə söhbət aparmayın, kifayətdir. Kifayətdir, kifayət olsun, eybi yoxdur, gedək oğul. Allah bari səni mənə çox görməsin. Dur, gedək. Mələk xanım da elə bir növ görürük ki, elə Rüstəmin tayıdır. Bəli, fəziləti axund məlum müşüd. Buyur gedək ana. Şahmar da Mələklə eyni düşüncədədir.
Qəribə işə düşmüşəm, and olsun Allaha. Bu kəsfet ilmədə ilə mənə ağıl öyrətmək istəyirlər. Canım 5 gün deyil bu vəhşi tayfanın içinə gəlmişəm. Az qalıb ki, məni cəllat eləsinlər. Xudaya gör mən nə dərdi çəkirəm, bunların fikri nədir? Tfu, xaraba qalasan ölkə, heyif sənə gözəl şəriət, heyif sənə gözəl İslam. Burada da məhz o heyif sənə gözəl şəriət, heyif sənə gözəl İslam deməklə Fəxrəddin anasının o 5 il qibləyə namaz qılıb bunu nə üçün istəməyinə görə deyir əslində bunların hamısını. Hürü kişi libasında daxil olur. Fəxrəddin bəy, kimsən, nəçisən, burada nə işin var? Qorxma Hürü nənə sənə qurban, mənəm mən. Belə sənin qoca Hürü nənən. Gecənin bu vaxtında bu libasda nə olub Hürü nənə? Allah xatirinə tez məni hali elə həyəcanlanır burada Fəxrəddin bəy. Qorxma canım sənə qurban. Hələ qoy bir nəfəsimi alım, səndən savayı yaxında adam yoxdur ki. Heç kim yoxdur. Bircə də görüm səadət salamatdırmı? Nə ittifaq iş düşüb? Burada Hürü nənənin gəlməyinə bir növ Fəxrəddin qorxur ki, səadət tənəsi olub. Çünki gecə vaxtı gəlibdi o. Salamatlıq da ay başına dönüb. Bizim o mürdəşir üzünü yumuş Rüstəm bəy, Məlun oğlu Məlun hazırlaşıb sizin evə od vursun gecə vaxtı və çölə çıxanın yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var. Bilmirəm onu tanıyırsan ya yox. O səadətdən ötürü dəli divanədir. Kişi istər onu da gətirib köməyə bu evin adamlarını cəmən qırsın. Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşdülər. Yəni, Rüstəm bəyin planını Hürü nənə danışır və Səadət xanımla Gülbahar da bunu deyir, eşidiblər. Məni də göndəriblər sənin yanına xəbərə. Fəxrəddin deyir, nahaq təşvişə düşüblər. Rüstəm bəy mənə heç zad eləyə bilməz. Ancaq təəccüb burasıdır ki, mən hazırlaşırdım gedim Rüstəm bəyin qulluğu şərifinə bu düşüncəliyi aralıqdan götürməkdən ötürü. İndi ki, belə oldu, neynəmək lazımdır? Sərhesab olmaz. Məni xəbərdar eləməkdə yaxşı iş görmüsünüz. Biçarə Səadət yəqin əziyyət çəkir. Səadət xanım biçarə özünü öldürür. Deyir Fəxrəddin bu vilayətdən baş götürüb getsin, aman günüdür. Qoy deyir dünyaya aləmi hər nə müsibət var, mən çəkim. Fəxrəddin başından bir tük əskiyi olmasın. Yəni deyir ki, Səadət özündən narahat deyil də, bir dənə deyir ki, buradan getsin Fəxrəddin. Mən özüm onda rahat olacam. Mən bir işdə çox böyük səhv eləmişəm Hürü nənə. Gərək Səadət, baxın, burada Fəxrəddinin özünü qınamağı var. Ki, mən çox böyük səhv eləmişəm ki, gərək Səadəti düz aparaydım Almaniyaya, qalaydıq orada və bir də belə zəhmət çəkməzdik. Bu vəhşi tayfanın nahaq, bir insaf, bir mürvət işlərini görməzdik. İndi gərək Allah bizdən nə istəyib? Fəxrəddin, canım sənə qurban, mənim buraya gəlməyimə gərək heç kim bilməsin. Çünki Məlun oğlu Məlun bizi diri-diri boğar, dar ağacına çəkər. İndi mən gedim qurban sənə. Səadət xanım təvəqqə eləyir ki, burada qalmasın və gedən vaxtı məni görməmiş getməsin. Hürü nənə qayıdır öz evlərinə. Və burada yenə Fəxrəddin bəyin monoloqu var. Rüstəm bəy intiqam almaq istəyir. Neynəmək? Belə vay elliklə gələn vaydır. Bax, bunu da belə vay elliklə gələn vaydır. Bunu da diqqət eləyək ki, bu Fəxrəddinin nitqindədir. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdən geri qalan millət bizim günümüzə düşər. Yəni, bir növ bunların hamısının səbəbini, bu qan davasını filan, hamısının səbəbini Fəxrəddin görür elmsizlikdə. Ağsaqqal büzürcüvarımız Rüstəm bəy, mənim taxsırım nədir ki, məni öldürmək istəyirsiniz bir taxsır? Xudaya, mən ölümdən qorxmuram, qüdrət sənin əlindədir. Amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra mətləbimə çatmamış, arzularıma yetməmiş, cavan bir cirdə sifət adamın əlində bir taxsır bada gedəm. Yəni, bir növ burada deyir ki, yəni, mən bu boyda iş görmüşəm, hələ xəyallarıma tam çatmamışam, oxumuşam, gəlmişəm. Yəni, bu mənim üçün layiq iş deyil ki, Rüstəm bəy məni öldürmək istəyir. Bunu da biz Fəxrəddinin nitqindən öyrənirik. Keçək 3-cü məclisə. Burada artıq Cahangir bəyin bağçasında bunların hamısı baş verir. Cahangir bəy tüfəngə söykənib, biçib, durub ayaq üstə. Belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır. Allahın bir bəlasıdır ki, düşmüşəm. Yemək yox, içmək yox. Bir dəqiqə bir yerdə fərağat oturmaq yox. Mal dövrət, tarac oldu, getdi. Burada Cahangir bəyin öz nitqindən öyrənir ki, Cahangir bəy əvvəl varlı olub, amma pulun hamısını tarac olunub. Özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın. Nə qədər özümü
Hə. Nə qədər ki özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəm. Olmur. Yəni nə qədər özümə söz versəm ki, bir də Səadətin adını ağzıma almayacağam, amma bu mümkün deyil. Dəli divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm, o tərəflərdə gəzirəm, yorulub axır nəfəs geri qayıdıram. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir. Gərək Fəxrəddin aralıqdan götürülə. Yəni dərdinin səbəbini Fəxrəddinin ölümündə görür. Yoxsa ayaq yalın başı açıq dərələrdə, təpələrdə məcnunam ki, məcnunam. Fərhad və Məhərrəm daxil olurlar, təəccüblə Cahangir bəyə baxırlar. Cahangir nədir? Yenə sir-sifətindən qan yağır. Suya basılmış toyuğa oxşuyursan. Yəqin yenə o əhvalatdır səni bu günə salan, Fərhad deyir. Mən ölüm Fərhad, bəri gəl, qaydaq. Cahangiri bu halda görməkdənsə görməmək yaxşıdır. Sağ olmuş elə bil ki, xanzadələrin borcunu bundan almaq istəyirlər. Fərhadla deməli Məhərrəm gəlirlər, Cahangiri kefsiz görürlər. Deyirlər ki, yəni nə olub da, niyə beləsən? Sonra deyir ki, gəl gedək qaydaq. Davam edirik. Burada artıq Məhərrəmcür deyirlər ki, gedək qaydaq da, yəni bunu belə görməkdənsə qaydaq gedək. Cahangir deyir ki, əlbəttə elə deyəcəksiniz. Çotan nə bilir qayış nə çəkir? Yenə bir məsəl görürük biz. Bu səfər Cahangirin nitqindən görürük. Yenə başlayıb rəhmətliyin oğlu. Buyur görək təzədən nə var? Məgər siz mənim dərdimi bilmirsiniz? Dəxi nə lazımdır soruşmaq? Yəni deyirsiniz mənim dərdimi bilirsiniz də, yenə niyə nəyi soruşursunuz? Məhərrəm deyir ki, bu köhnə söhbətdir. Cahangir təzədən nə var onu buyur görək. Nə olacaq? Fəxrəddin bəy gəlib. Yəni əslində onun dərdli olmaq səbəbi Fəxrəddinin gəlməyidir. Ümid yerim kəsilib, vəssalam, bundan artıq nə istəyirsən? Ümid yerin kəsilib, sonra nə olsun? Evdə oturub dul arvad kimi zıqqıldamaqdan ələ nə gələr? İnsan gərək dərdinə dərman axtarsın. Dərman tapa bilmədi, səbr eləsin, dözsün, dözə bilməz, boğazını da bir çatı salsın, zıqqıldamaqdan iş alınmaz. Cahangir bəy deyir ki, necə ki, mən fikir eləmirəm dərdimə dərman axtara bilmirəm. Gecə gündüz belə çevirirəm, elə çevirirəm və nə qədər fikir eləyirəm, bir əlac tapa bilmirəm. Məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi nə deyirsiniz deyin. Yəni Cahangir deyir ki, mənim dərdimin dərmanı Fəxrəddinin ölməyidir, yəni insan qanıdır. Gecə gündüz deyir, belə çevirirəm, elə çevirirəm, nə qədər fikir eləyirəmsə başqa bir əlac tapa bilmirəm. Burada da Məhərrəm deyir ki, mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər. Vallahi elə bu saat Əzraili qəbul edərəm. Dərd odur ki, mən elə dərmana inanmıram. Yəni Məhərrəm deyir ki, sən deyirsən ki, mənim dərdimin dərmanı Fəxrəddinin ölümüdür, yəni qandır. Amma Məhərrəm deyir ki, yəni mən inanmıram ki, Fəxrəddin ölsə belə Səadət sənə baxsın. Çünki deyir, sənin dərdimin dərmanı o deyil, mən elə bir dərmana inanmıram. Fərhad deyir, Cahangir, mən ölüm, doğrusunu deyil, qızın sənə heç bir az olsun meyli var ya yox? Onunla bu barədə danışmısanmı? Yoxsa elə uzaqdan uzağa məcnun olmuşsan? Fərhad soruşur ki, yəni sən heç qızla bu haqda danışmısan? Nə qədər məcəl sifariş eləmişəm, cavabı həmişə birdir, mümkün deyil, məndən inciməsin. Bir dəfə yolda görmüşəm, cavab verdi ki, bəs zülmə razı olma. Cahangir, Fərhad soruşur ki, Cahangir, sən Səadətin özü ilə danışmısan? Cahangir də deyir ki, yəni mən nə qədər sifariş göndərmişəm də, cavabı da həmişə bir dənə olub ki, onun mümkün deyil, məndən inciməsin. Deyir, yolda görmüşəm, mənə deyir ki, ancaq zülmə razı olma. Fərhad deyir, indi biz neyək? Qız razı deyil, atası razı deyil. Yəni deyir ki, bir dənə sən sevirsən də, qızı özü də razı deyil, atası da razı deyil. Bax, burada biraz ehtiyatlı olmaq lazımdır. Deməli, bu Cahangirin Rüstəm bəy Fəxrəddindən intiqam almaq üçün öz yanında istəyir. Amma qızını ona verirmi? Yox, ondan razı deyil. Evləri Qars qalası, bəs necə tövr olsun? Evləri Qars qalası, bu səfər də Rüstəmin evidir bura, Qars qalasına bənzədirlər. Yəni, Rüstəm özü Fəxrəddingilin evini bənzədirdi Qars qalasına. Burada isə Fərhad Rüstəmgilin evini Qars qalasına bənzədir. Aman günüdür qardaşlar, əgər bacarsanız müzayiqə eləməyin. Məhərrəm, heç fikrə getmə. Sizdən savayı kömək yerim yoxdur. Sən Cahangir qəribə adamsan. Mən necə fikrə getməyim ki, Rüstəm bəy evini eləyib bir əl çatmaz qala. Fəxrəddin bəy də həmçinin.
Məhərrəm isə qeyd edir ki, yəni ikisi də evlərini nə ediblər, əlçatmaz qala eləyiblər. Əlavə tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə, sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın. Axır sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Səadət xanım deyəndə bir padşaha layiq qızdır. Bir padşaha layiq qızdır. Məhərrəm Səadəti padşahlara layiq hesab eləyir. Sənin mənim tayım deyil. Axı nə lazım olub bir bitməyən aşın dalına düşək. Bayaq dedim, çotan nə bilir qayış nə çəkil. Allah səni mənim günümə salaydı, onda bilərdin ki, mən nə haldayam, nə çəkirəm. Neyniyim? Rəhmətliyin oğlu Məhərrəm elə söz danışır ki, güya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallah, onu elə bu dəqiqəcə də öldürüm. O ki, qaldı qıza, sən öləsən, çətini bir ələ keçirməsidir. Nə qayraq? Atlar düşər, axırı yumuşalar. Fərhad bir növ pis danışır da, necə deyim. Deyir ki, Fəxrəddini öldürməyə nə var ki? Yəni, çətin bir iş deyil, elə bu gecə öldürərəm onu. Qız da ki, deyirsən onu get qaçır deyir. Yəni, əvvəl-axır onsuz da yumuşalacaq. Fərhad, böyük danışma. Vallah, bu saat Fəxrəddin bəyin qapısında iki gədə var ki, bizi diri-diri yeyərlər, Məhərrəm deyir. Nə söyləyirsən, qız da o sən deyən qızlardan deyil. Sən onu tanımırsan, ona yaxın getmək olar. Yəni, deyirsən onu tanımırsan da, boş danışırsan hal-hazırda. Cahangir deyir, ay uşaqlar, siz ki məni yaxşı tanıyırsınız, mənim əlimdən nə gələr, nə gəlməz, heç kim bilməsə də siz görmüsünüz. Siz bilirsiniz, məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam. Güya Cahangir deyir ki, yəni güya mən Fəxrəddini öldürməkdə aciz qalmışam ki, eləyərəm, nə var ki orada? Əlim gəlmir, Səadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olub? Uzun danışmaq lazım deyil, durun ayağa gedək, rizliyaq bir-iki gündən sonra özümüzü vuraq əjdahalar içinə. Onlara verən Allah ya bizə verər, nə olar. Yəni Fərhad deyir ki, gedə özümüzü vuraq da onların içinə. Ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa və salam. Yəni deyir, ya Fəxrəddini öldürək, ya da qızı qaçırdaq. Mənim məsləhətim belədir, indi özünüz bilin. Və bunlar sonra çıxıb gedirlər. Gələk 4-cü məclisə. Görək burada nələr baş verir. Qaranlıq olur vaqi gecədə Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng. Yamanca qaranlıqdır, göz gözü görmür. Hacı Murad Xəlil, birisini diri tuta bilsəydik nə yaxşı olardı. Onda Rüstəm bəydən bir dəfəlik xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə. Necə ki, o mənim əmilərimi işə saldı. Qulaqlarını cırıldaya-cırıldaya gedərdi. Bir yolluq canımız qurtarardı Hacı Murad. Şahmar bəyin deməli burada fikirlərinə yer verilib ki, yəni bircə deyib bir dənə adamı sağ tutsaydıq, ona aparıb verərdim məhkəməyə, Rüstəm bəyi də həmin işə cəlb eləyərdim. Hacı Murad, Xəlil gəlirlər. Uşaqlar, nə var, nə yox? Ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır. 2 qədəmdə adamı seçmək olmur. Bircə elə hənirtidən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər. Əgər birisini diri tuta bilsəydik, yaxşı olardı. Ancaq Allah xatirinə özünüzü gözləyin. Yoxsa birinizi vursalar, gərək biz papağı qoyub çölə çıxmayaq. Yəni, Şahmar deyir ki, ehtiyatlı olun, heç biriniz vurulmayın. Ağa, Hacı Rəsulun çəpəri tərəfdə adamımız yoxdur. Səməd kişinin evi tərəfdə qorxuludur. Xəlil burada deyir ki, yəni bura adam qoymaq lazımdır, o tərəfdə qorxuludur. O tərəfə cürət edib gələ bilməzlər. Ancaq Hacı Rəsulun çəpər qoymaq gərəkdir. Yəni deyir ki, o tərəfə gedə bilməzlər, yəni Səməd kişi tərəfə. Amma Hacı Rəsulun çəpər tərəfə adam qoymaq lazımdır. Gərək mən özüm orada duram. Hərgah o tərəfdən gələn olsa, çox bərkdir, deyir, tuta bilməyəcəm. Elə ataram qalar yerində. Çox yaxşı. Dəxi durmaq yeri deyil. Gedin görək, Allah nə istəyib, sərhesab olun, özünüzü gözləyin. Mən Fəxrəddinə deyəndə ki, qardaş, bu xarabaların işini bilmərsən, burada müsəlmanların haqq bir-birinin qanını içirlər. Mənə inanmırdı, indi özü düşüb əl-ayağa. Bəs necə oğlan elə bilirsən ki, biz burada asanlıqla çörək yeyirik. Bizim yer Almaniyadır, burada Almaniya ilə bizi müqayisə edən obraz Şahmardır. Bundan sonra bilərsən ki, bu vilayətdən baş çıxarmaq böyük hünər istəyir. Xaraba qalasan vilayət, mən Fəxrəddin tüfəng, nə eləyəsə, Fəxrəddin bu arada əlində tüfəngi var, o tüfəngi deyir ki, yəni mənim əlimdə tüfəng var. Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən. Bir adam ki, heyvandan seçilməyə, onda əlbəttə qorxmaq gərək. Yəni, burada Fəxrəddinin nitqindən Səadətin nitqində oxşar cəhətlər var. Bayaq, hansı ki, 1-ci məclisdə biz dedik ki,
insan olmağın məyarını səadət deyir ki, orada bizə insan deyərlər. İnsan olanda mərhəmət lazımdır, vicdan lazımdır. Burada da Fəxrəddinin nitqində var ki, yəni bir adam ki, deyir heyvandan seçilmir, ondan qorxmaq lazımdır. Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir? Bir-birinə bənzəyirmi? Şahmar gəlir buradan soruşur. Yalansa xaraba qalsın sizin vilayət. Hələ bir şey yoxdur ki, ay Şahmar. Şahmar bəy deyir, hələ ki xeyr. Hərgah gələn olsa kənardan bircə də qoymuşam. İt kimi hürəcək, bizi xəbərdar eləyəcək. Qoşun keşiklikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də vəhşi nadan tayfa olar. Nadan tayfa adlandırır buranı. Gecə gündüz yuxusuz hər bir saat gözləyirik. Ha budur, evimizi dolayacaqlar, güllə baran eləyəcəklər. Bəs biz necə eləyək ki, tamam ömrümüz belə keçir. Darıxma Fəxrəddin, Allah kərimdir. Ancaq qardaş, elə işlər sənin işin deyil. Sən get arxayın yat. Əlbəttə gedib yatacam. Ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya bir adam yaralana. Hərgah bir adama güllə dəysə Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Və Allah xatirinə qan tökməyin, səy eləyin, qaçsınlar, getsinlər. Sən get arxayın yat, qoymaram xəta ola. Elə gördülər ki, siz sərhesabıq, özləri qaçarlar, qorxma, qoymaram, adam vurula. Allah amanında mən gedirəm, ancaq mən ölüm Şahmar, tapşır ki, vurmasınlar, eşidirsənmi? Mən ölüm deyirəm, ha. Yəni Fəxrəddin burada tapşır ki, heç kim ölməsin, heç kim yaralanmasın, heç kim vurulmasın. Qorxma, qoymaram, arxayın ol, gecə yardan keçib get yat. Fəxrəddin bəy hərgah yatmaq mümkün olsa yaxşı xudafiz. Xoş gəldin. Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşə. Nə qəribə iş ola. Hər nə desən çıxar o kişidən 5 vaxt namazdan başqa. Deməli bunu da Şahmarın nitqində görürük. Nə deyir? Deyir, hər nə desən o kişidən çıxar, bir də namaz qılmaqdan başqa. İş bilməmək belə olar. Yalvarır ki, qoyma adama səni. Burada da Şahmar öz-özünə danışır. Burada Fəxrəddin haqqında danışır ki, deyir, yəni qoymur deyir, heç kimə zərər getirsin. Bəli, biz onları vurmalıyıq, amma onlar bizi qırsınlar. Yəni biz onları vurmayaq, amma onlar bizi qırsınlar. Yaxşı məsləhətdir vallah. Görək Allaha pənah. Yəni burada bir növ onun dediklərini məzəyə vurur. Şahmar bəy gedəndən biraz sonra Fərhad və Məhərrəm daxil olurlar. Xoflu yavaşdan danışırlar və bağçada əllərində tüfəng görsənirlər. Fərhadla Məhərrəmin burada biz görürük. Keçər, şeytan ağlına gəlməyən iş sənin ağlına gəldi. Nərdivanı haraya qoydun? Çəpəri söykəmişəm təpil-təpil. Deməli, Məhərrəm deyir ki, çəpərə söykəmişəm, təpil-təpil bax. Fəxrəddin bəy bu özüdür, şamı yandırıb kitab oxuyur. Deməli, bunlar gələndə Fəxrəddin özü kitab oxuyurdu. Deyir, bədbəxtə əcəgirliyir, mən ölüm, hələ tələsmə, qoyacaq, qayıdacaq, kitab oxuyur, şəkilə baxır. Yəqin Sədid xanımın şəklidir. Məhərrəm deyir bunları. Fərhad deyir ki, yəni bura tamaşa yeri deyir də. Deyir, tutsalar bizi neynəyəcəklər? Dərimizi boğazımızdan çıxaracaqlar, qurtar gedək. Bağ içində bizi kimdi görən? Mən ölüm, biraz da səbr elə, afərin oğlan pəhpəh. Demək, Məhərrəm burada Fəxrəddinə baxır, bir növ onun haqqında müsbət düşünür. Belə dur görüm, qoy yatırdım, gedək sonra tərif eləyərsən. Deyir, acı da sən qorxaqsan, belə bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar. Canım ölsün, ya sən dəli olubsan, ya da bizi əcərgirliyir. Bircə fikir elə gör hardasan, məqam nə məqamdır. Deyir, sən nə ağcər adamsan, yəni qorxaq adamsan. Deyir, Fərhad, qoy bir tamaşa eləyək, görək Səadət xanımın ruhi rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır. Olmaz ki, deyir, bəsdir rənc-rənc danışdın. Sən Allah qoy, tamam eləyim, gedək. Mənim əlim qurusun. Əgər belə cavana mənim əlim qalxarsa, Məhərrəm deyir ki, əlim belə cavana qalxsa, mənim daha əlim qurusun. Adam gərək deyir, onda gərək Allahsız olsun. Məhərrəm, Allaha bax, bu yer naz-qəmzə yeri deyil. Mən ata bilmərəm, əlim quruyar. Əstağfurullah, sən belə dur görüm, mən onu necə atıram, deyir. Yəni orada Məhərrəm deyir ki, mən ata bilmərəm də ona güllə. O çox yaxşıdır, belə adama gərək əl qalxsa, Allahsız olasan ki, ancaq elə olsun. Fərhad da deyir ki, yəni onda sən çəkil, mən ataram. Məhərrəm də deyir ki, olmaz, qoymaram heç vaxt. Əllərimi kəssən, dişlərimi tutub qoymayacam və salam. Bəs nə üçün məni buraya gətirmisən? Yəqin ki, mənlə düşmənçiliyin var, Fərhad deyir. Məhərrəm deyir ki, uzun danışma, Fərhad, ağıllı danış. Sənə deyirəm, qoymaram və salam.
Fərhad gedir, deyir, bircə de görüm Cahangirə nə cavab verəcəksən? O sənin borcun deyil. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən, bəlkə hələ. Baş aparma Fərhad, adam kimi danış. Yəni Məhərrəm burada Fərhadı susturur. Kənardan tüfəng atəşi eşidilir. Fəxrəddinin şamı sönür. Məhərrəm və Fərhad qaçırlar. Tərpənmə, tərpənmə, boynunu vuraram. Acə də qoymayın. Burada deməli Xəlil, Şahmar, Hacı Murad, bunların hamısı bir adamı vurublar. Onun söhbəti gedir. Tüfəng ələ atmazlar, al gəldi, tutmuşam. Gəl də tərpənmə, öldürdüm. Hara tərpənirsən, öldürürəm bu saat. O birisi necə oldu? At qalsın yerində, qoyma qaçdı. Qorxma, gəldim, buraxmayın. Bağla qollarını. O birisi necə oldu ay uşaq? O birisini apardılar. Tüfəng atılır, səs uzaqlaşır, qoymayın, apardılar. Deməli, kimisə burada vurulduğunu görürük, kimisə aparıblar, kimisə də bunların əlindədir. Görək indi nə olur burada? Burada artıq 5-ci məclis başlayır. Saadət xanımın burada nitqini görürük. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimizdə bu mərtəbədə yiyəsiz qala. Yəni burada artıq Mahmudu evdə görmürlər. Mahmud bayaqsa bu məqamı deyirdim ki, orada deyirik ki, mən qoymayacam bunu falan filan. Əslində Mahmudun Fəxrəddinclə gecə getmək deyə bir planı yox idi. O sadəcə Səadətə, Gülbahara söz verir və onları sözünü yerə salmamaq üçün oradaydı və təsadüfən vurulur. Və evə deyib ki, yəni evə heç nə deməyib çıxıb. Daha hamı elə bilir ki, o şəhərə çıxıb, sadəcə deyir ki, Səadət, yəni bizim evimiz heç bu vaxta qədər belə yiyəsiz qalmamışdı. Gədələrin deyir, heç biri evdə yoxdur, qanmıram bu nə işdir. Deyirəm, yoxsa bu evi yıxılmışlar, o tərəfə gediblər. Mən özüm də qanmıram. Mahmud gedəndə mənə dedi ki, şəhərdə işim var. Mahmud Gülbahara deyib ki, şəhərdə işim var, 1-2 gündən sonra qayıdacam. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşandan 1-2 saat sonra tüfəngini götürüb getdi Hürünənə, yəni görüb Rüstəmin tüfəngindən çıxdığını. Deyəsən elə o bədbəxt uşaqları o tərəfə gediblər. Yavaş bir ay qız, bu nə səsdir? Başından dönüm Gülbahar deyir burada. Biraz sakit ol görüm, siz burada durun, mən görüm bu nə səsdir? Bu saat qayıdıram. Yəni burada səs-küy artıq olduğunu biz təxmin edirik və Səadət çıxır çölə. Heç belə iş görülməyib. Sənin evində bir Allah bəndəsi gəlin ola, sən gedəsən onun atasının evinə od vurub, qardaşlarını öldürəsən. Belə yox olasan sənə, ay Rüstəm. Bəy, Allahın qəzəbinə gəlsin görüm onu, evi başına uçsun, tarmal olsun, Səadətin canından uzaq yerdə. Valla, əgər Səadət olmaya, bu evdə mən bir gündə qalmaram. Bu, bizə şeyi xatırladır. Nəydi adı? Baharı, Nurəddindəki Baharı, orada da var idi eyni bu səhnə ki, Bahar Nurəddinə görə orada evdən getmirdi. Hürü nənə də deyir ki, yəni Səadət olmasa mən bu evdə bir gündə qalmaram. Bahar obrazını xatırladır ki, yəni orada Bahar obrazı da Nurəddinə görə o evdə qalmışdı. Yəni orada da evindən çıxmaq, getmək istəyirdi əslində, amma yəni Nurəddinə görə orada qalmışdı, səbr eləyirdi. Bu da Hürü nənənin ortaq cəhətdir. Yox, bu evi yıxılmış Rüstəm bəy fərağat oturmayacaq. Ölənəcən barışıq da ola bilməz. O elə məlum deyil. Səadət xanım deyir, Hürü nənə, Mahmudun çuxasını, Əhmədin yapıncısını, papaqlarını tez bura gətir, tez ol. Sual lazım deyil, durma. Xudaya bilmirəm biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir. Gülbahar titrəmək vaxtı deyil. Bu dəqiqə sən gərək gedəsən, burada artıq qala bilmərsən. Burada görürük ki, baxın, Səadət göndərir, Gülbaharı göndərir evdən. Evin yıxılsın, ata evin yıxılsın. Gediblər, qırğın olub, çoban söylədi. Çoban gəlir Səadətə, yəni bu qırğını xəbər verir. Canım sənə qurban Səadət, yoxsa atamın evi yıxılıbdı. Ölüm mənimdir. Səadət deyir ki, ağlamaq yeri deyil. Ceyçuxanı, papağı qoy başına, yəni kişi paltarlar yerində deyir. Get, tez olun, buna bax, indi Allah amanında durmayın. Gülbahar, məni yadından çıxartma. Allah sizə yar olsun, gedin yoldan kənar, özünüz də bağçanın dalından çıxın. Yəni Gülbahar çıxır, gedir burada. Yazıq canım, yurtsuz, yuvasız canım, Səadət, ölüm yaxşı idi ayrılıqdan. Allah kərimdir, gedin, görün mənim başıma nə müsibətlər gəlir. Sonra deməli, burada Rüstəm bəy gəlir. Burada deyir ki, mənəm Səadət, qorxma. Səadət deyir ki, salamatsız ata, dəxi məndə can qalmayıb. Belə iş olmaz ki, siz mənim başıma gətirdiniz. Atası deyir ki, yəni qorxma qızım. Bir belə artıq iş olmayıb. Sən get içəri, yad adam var.
Bir elə iş olmayıb, nə sözdür ata? Bəs Mahmud hanı? Allah məni öldürsün, qurtarsın sənin əlindən. Sənə deyirəm, bir elə iş olmayıb. Get qalmaqal eləmə, cəmaatı buraya tökmə. Mahmud bəyi Əhməd qolunda girib yavaş-yavaş gətirir. Burada əslində Rüstəm bəy Səadəti uzaqlaşdırmağa çalışır. Səadət özü getmir. Çünki bilir nəsə olduğunu. Və burada artıq Mahmud bəy yaralı vəziyyətdə gətirilir. Qorxma Səadət, qorxma. Sənə mən söz verdim. Bax, burada görürük. Dedimi ki, Mahmud söz verdiyinə görə gedib. Bunu öz nitqində də görürük ki, söz verdim, mən deyən olmadı. Rüstəm bəy deyir ki, bir yastıq, tez olun. Səadət xanım yastıq gətirir, qorxma, mərdanə ol, Əhmədgil qoltuğuna ha belə. Yəni Rüstəm bəy burada göstərişlərini verir. Mahmud deyir ki, yəni tələsməyin, qoyun biraz dincəlim. O güllə bacının gözünə dəydi. Ay qardaş, yazıq qardaş, dincəldinmi? Ay ata, dincəldinmi? Bax, burada Mahmudun yaralanmasında bir dəqiqə. Mahmudun yaralanmasında Səadət atasını günahkar bilir. Bir qayçı tez al, yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır, yolunu belə başına dönüb çıxar. Yavaş-yavaş tərpətmə, qoy biraz dincəlim. Yəni Mahmud ancaq deyir, qoy biraz dincəlim, çünki onun yarası ağır idi. Deyir, indiyənə kimi axdı getdi, qan qalmayıb, yəni deyir burada Əhməd. Səadət gəlir, əlində qayçı, sən belə dur. Burada o elə bir növ Mahmudun yarasını gəlir düzəltməyə. Və artıq burada Əhməd çevirir. Rüstəm deyir ki, yəni onu böyrü üstə çevir, çox incitmə, yaranı bağlasın, yaxşı deyil. Yəni yaranın artıq dərin olduğunu biz buradan bilirik. Elə demə, deyilən ki, evin yıxılıb, vəssalam, o güllə bacının sağ gözünə dəydi. Axır sənin nə işin vardı elə yerlərdə? Yazıq qardaş, mehriban qardaş, dincəl ata, evi yıxılmış ata. Biz buralarda nəyi müəyyən edirik? Yəni Səadət Rüstəm bu boyda hadisələrin, müsibətin baş verməsində, Mahmudun yaralanmasında, bunların hamısında atasını günahkar bilir və burada artıq Əhməd gəlir deyir ki, yəni Cahangir bəy Vəlini tutublar. Cahangirlə Vəli deməli tutulub. Yazıq şir kimi əlləşdilər, olmadı. Zalım uşaqlar güya ki bizim yolumuzu gözləyirlərmiş. Yəni onlar artıq həbsdədirlər. Ata evin başına tutsun. Burada artıq Mahmud keçinir. Mahmuda baxıb keçinir. Mahmud keçinir. Səadət onda Mahmuda baxır, deyir, Atabar üzünü qibləyə çevir. Mahmud, axır sən Rəşid bəyin qardaşısan, niyə belə yassar olursan? Mahmud, niyə dinmirsən? Qoca atan sənə qurban. Yəni Rüstəm artıq burada peşmanlığını görür. Allaha çağır, salavat çevir, kəlməni de, ürəyinin sözünü tut, nakam gedən qardaş. Mahmud bəy də, Mahmud hələ burada ölməyib, Gülbaharı istəyir. Gülbaharı çağırınmı gəlsin, canımı od salma, ciyərimi dağlama, nakam gedən oğul. Taxsır məndədir, görür özündə günahı. Ay oğul, mən ölməli idim. Mahmud bəy deyir ki, Gülbaharın xətrinə dəyməyin, onu incitməyin. Səadət də deyir ki, yəni mən ölənəcəm, qoymayacam Gülbahara, güldən ağır söz deyilsin. Rüstəm deyir ki, ay oğul, aman günüdür, mənim evimi yıxma, məni imkansız eləmə. Əhmədin burada nitqini görürük ki, o güllə dəyəydi mənim sağ gözümə. Ay ağa, Fəqir ağa, elə adam vurmayın deyib yalvardın ağa. Baxın, Əhmədin nitqində deyir ki, elə bir ucdan bu deyib ki, adam vurmayın. Məzlum ağa adlandırılır axırda. Rüstəm bəy deyib, bircə səsini çıxart, oğul. Malım, dövlətim sənə qurban, ay oğul, evimə od düşəydi. Mahmud, dilim quruyardı Mahmud. Səadət xanım orada artıq başlayır ki, sən qardaşımı tufana verdin, sən yıxdın evimizi, yurdun dağılsın ata. Və axırda keçinir. Mahmud keçinir burada, üzünü qibləyə çevirirlər. Və belə artıq burada da bu hissələrdə də Səadət xanımın Rüstəm bəyə qınaqlarını görürük. Sonra deyir ki, Quransız keçinməyə icazə verməyəcəm və Mahmudu qucaqlayır. Rüstəm Mahmuda baxır, deyir, Əhməd xalçadan tut, belə çevir, dilim quruyardı oğul. Biraz da belə, sənin namus yolunda bada verdim oğul. Əhməd yürür molla dalınca, Əhməd göndərlər mollanın dalınca, evimiz yıxıldı, ay başına dönüm, bu şəhidə nə quran, gecənin bu vaxtında molla nə qayırır, yetirməz keçibdir. Əhməd burada o qədər artıq kinlənir ki, Mahmudun ölümünə, özü qaçır Fəxrəddincilə, indi bunu görəcəyik sonraki səhifələrdə. Səadət xanım Quranı götürür və başlayır onun üstündə Quran oxumağa və ağlaya-ağlaya da.
Sonra Rüstəm bəy görür, "Ay da o xəncəri sox mənim ürəyimin başına, məni öldürün." Özünə ölüm istəyir Rüstəm bəy. Sonra deyir ki, "Evim, eşiyimi bu saat od vuracam. Səndən sonra mənə heç zad lazım deyil. Od gətir, külək gətir, yurdumu gərək xaraba qoyam." Və bir növ burada artıq Rüstəm bəy özünü günahlandırır, deyir, "Bundan sonra mənə heç nə lazım deyil. Hər yeri xaraba qoyacam" və s. Və Əhməd hələ burdadır. İndi birazdan gedəcək o da Fəxrəddingil tərəfə. "Qurtardın ağa dünyanın qeylu qalından, heyf sənə. Səndən sonra mən bu evə üz döndərmərəm. Qanını əvəz eləyib baş götürüb gedirəm. Sənin canına. Külfətdən əl çəkib vətəni atıb yurd-yuvanı dağıdıb baş götürüb gedəcəm. Ta bu ömür olmadı. Özümü sənə qurban dedim. İndi get qəbirdə rahat yat. Qanını qan eləyən qorxma. Mehriban ağa, rəhimli ağa, nakam ağa." Yəni Əhmədin biz burada hələ də içində o kini görürük ki, yəni deyir sənin qanının yerdə qalmasına qoymayacam. Artıq burada Fəxrəddingilin evidir. Əhməd burdadır. Aybi və Fapuç dünya. Bu az müddətdə gör necə gözəl insanlar bada getdi. Rəşid bəy getdi, Mahmud bəy getdi. Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu, getdi, əvvəli də ölüb. Cahangir bəyin yurd yuvasını dağıtdılar. Canı dustaqxanada çürüyür, yəni türmədədir. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa. Və heç birində səhvi Rüstəmdə görmür də, yəni. Sonra tüfəngini sazlayıb gizlənir və Fəxrəddin bəy gəlir. "Hacı Murad, bu gün gələn qəzetləri gətir buraya. Heç belə yorulmamışdım ki, bu gün yorulmuşam. Bizim bu cəmaət ilə məgər iş görmək olar. Günbəgün, saat nə qədər yaxın bələd oluram bunların xasiyyətlərinə bir o qədər aşkar görürəm ki, bir gül ilə bahar olmaz, o məşhur söz. Dəxi məni təngə gətiriblər. Ovqatımı olub təlx ələxsus biçara Məhmudun müsibəti məni hər şeydən artıq yandırır." Yəni Mahmudun ölümü Fəxrəddini bir növ yəni pis hiss elətdirir. Hacı Murad bir səndəli gətirir, bir cüt şam və bir mis. "Hacı Murad, Xəlil necədir? Yarası sağalıbmı?" Xəlili burada başa düşürük ki, Xəlil yaralanıb, hətta artıq sağalmaq mərhələsindədir. Hacı Murad deyir ki, yaxşıdır. Gedə az qalmışdı ki, deyir, ölsün. Həkim kömək elədi. Hansı ki, bu həkimi kim gətirmişdi? Fəxrəddin. Bir-iki gün olur ki, azarxanadan çıxıbdır. Çox şadım Hacı Murad. Səhər tezdən gedərsən Əhməd bəyin yanına və bir arabada apararsan, təhənc çubuğu verəcək, gətirərsən. Əlavə bağbanlara deyərsən ki, aşağı bağı tamam kələsələr eləsinlər. Özüm də gələcəm. Bəli ağa, baş üstə. Fəxrəddin bəy qəzetə baxır, gedə bilərsən. Doğru yazıblar, haqları var. Bizim kimi vəhşi tayfanın dünya üzərində gərək yeri olmasın. Hara baxırsan, heç bir könül şad edən bir şey görmürsən. Deyir, heyif sənə gözəl şəriət, heyif. Heyif sənə gözəl İslam ki, biz vəhşi olub qədir qiymətini qanmırıq. Tüfəng atılır, Fəxrəddin bəy yıxılır, tez qalxır. Hacı Murad tələsik gəlib onu qucaqlayır. Baxın, artıq Əhməd gəlir buradan, ona güllə atır. "Ay başınıza dönüm, aman gündür, gəlin, nə oldu, ayağa, nə oldu, başına dönüm." Fəxrəddin deyir ki, bir mürvəd oğlu, bir insaf oğlu, aydat, fəryad, amandır, gəlin, gəlsəniz Şahmar bəy, Xəlil. Orada Hacı Murad olur Fəxrəddinin yanında, Şahmarı Xəlili yanına çağırır. Deyir, məni otur, həkimi çağır. Qəribə müsibətdir. Bu müsibəti müsəlman, vəhşilik, elmsizlik, nadanlıq. Bəli, neynəmək qəza işidir. Şahmar bəy əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəlil qolu boynunda asılı tələsik gəlirlər. Hacı Murad Şahmar bəydən tüfəngi alıb qaçır. Baxın, Hacı Murad Şahmarın tüfəngi ilə gedir Əhmədin üstünə. Fəxrəddini qucaqlayır. Həkim tez, qorxma, başına dönüb, qorxma, canım sənə qurban. Şahmar deyir. Hacı Muradı çöldən səsi gəlir. Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm, qaçma. Baxın, Hacı Murad orada indi Əhmədi öldürəcək. Axırda ümumiləşmə aparanda bunların hamısını sizə qeyd eləyəcəm. Allah özün rəhim elə, qorxma, gözlərin qurban. Oy Allah, Fəxrəddin burada mələyin artıq peşmanlığını görürük. Və Gülbahar onsuz da bunlardaydı, səadət göndərmişdi. Qorxmayın, çıxart libasını. Hərgah ağciyərə dəyməmiş olsa ümid var. Yəni Fəxrəddinin burada yarası ilə bağlı fikirləri var ki, əgər deyir ağciyərdən yaralanmamış olsam ümid var. Şahmar adlı qardaşın olmayaydı Fəxrəddin və belə müsibəti görməyəydi. Gülbahar yaylıq və yastıq gətirir və o birində yastığı səadət gətirir. Burada yastığı artıq Gülbahar gətirir. Qoy buraya, uzan.
Həkim necə oldu? Nəfəsim darıxır. Fəxrəddin həkimi gözləyir. Darıxan nəfəsinə günü bacın qurban, o yazıq qardaşım. Hürə artıq burada gəlir. Güllə kimə dəyib? Başınıza dönün. Bu nədir? Fəxrəddin aman gündür. Fəxrəddin, evin yıxılsın Mələk xanım. Hürü nənə Mələyi burada günahlandırır. Mələk deyir ki, ay cəmaat, məcər ciyərimdən çıxan tüstünü görmürsünüzmü? Yandım. Yəni burada artıq başlayır özü-özünə demək ki, yəni siz görmürsünüz ki, mən də onsuz da pis olmuşam, amma hamı ona görə deyir ki, yəni bu əvvəldən olmaya da bilərdi, amma oldu. Fəxrəddin macal vermədi, bir vaxt heyf. Gülbahar deyir ki, həkim necə oldu? Yəni həkimi çağırın falan deyir. Burada artıq həkim söhbətləri gedir. Burada Şahmarın da biz peşmanlığını görürük. Deyir, ürəyin incidirmi? Deyir, kaş o güllə mənim sağ gözümə dəyərdi. Məktəbxana, Fəxrəddinin artıq burada biz vəsiyyətini görürük. Deyir, məktəbxana, azarxana məndən sonra tək nişanədir. Səadətə hörmət eləyin, düşməni bağışlayın, Fəxrəddin deyir. Şahmar adlı qardaşın ölsün, yaman yerdə evimizi tarmar elədin. Fəxrəddin deyir, Şahmaran səadəti istəyir Fəxrəddin. Şahmar da Hürü nənəni göndərir ki, Səadət xanım qonşuluqda dayısının evindədir, çağır, gəlsin. Hacı Murada biz burada görürük ki, deyir ki, səni bu hala salanı cəhənnəmə vasil elədim, yəni Əhmədi öldürdüm. Heyf sənə deyir ki, o güllə mənə dəyərdi, ölüm Allah əmridir, ancaq ağlamağı qoymur, danışmağa, yəni başlayır burada artıq o da ağlamağa və Fəxrəddin artıq burada şəhadəti gətirir. Deməli, Səadət xanım burada gəlir, oturur Fəxrəddinin yanına. Fəxrəddin bir gözünü aç gör bizə kim gəlib Şahmar deyir. Səadət deyir ki, Fəxrəddin, mən səni bir yekə pəhləvan hesab eləyirdim. Bəs sən nəymişsən? Səadətin əlindən tutur Fəxrəddin, deyir, ağlama, mərdanə ol, qəza işidir. Təzə baxda dəfn eləyin, qan tökməyin kifayətdir. Deməli, vəsiyyətindən biri də olur ki, yəni mənə təzə bağda dəfn eləyin, bir də qan tökməyin, bunlar mənim üçün bəsdir. Mənim bu yandan ciyərimi göz yaşı söndürməz. Fəxrəddin, necə gözəl arzularımız qaldı. Bu dünya necə puç dünya imiş. Heyf sənə, heyf. Bu pis murdar ömrü müsəlman qardaş dəxi bədtər eləyib. Bu müsibət məcər nadanlıqdan, elmsizlikdən deyil. Səadət deyil. Dəli sifətində qalxıb, yanıram, valla yanıram, billah üstümə su tökün. Heydər, gəl Şahmar qoyma evimizə o düşsün. Ay, amma yandım. Şahmar bəy deyir ki, belimi sındıran qardaş, ümid yerimi kəstin qardaş. Hürü nənə, Mələk xanımı çölə çıxardım, biçarə dəli olacaq, Səadət deyir. Hürü deyir ki, Mələk xanım durğuzub aparır, dur gedək yurdu başına uçmuş, xanimanı dağılmış, dur gedək, öz əlinlə evini yıxdın. Apar məni sal quyuya, atam anam sənə qurban, Hürü Fəxrəddin balam var, cavan oğlumu vay, yəni burada bir növ oğluna vay deyir. Deyir ki, Heydər, gəl balamın sevgilisi yanındadır, gəl ona toy eləyək. Heydər, gəl. Yəni Mələk xanım artıq burada bir növ deyir ki, yəni Səadət burada da gəl oğlumuza toy eləyək filan. Amma bunu yenə də onun ziddiyyətdə eləmir də, mənfi obraz eləyir hələ də. Və artıq Səadət təkdir. Belə namərdlik olmazdı ki, sən elədin Fəxrəddin. Ürəyimə bir dağ çəkdin, ölənəcən yandıracaq. Mən səni bu mərtəbədə istəməsəydim Fəxrəddin, bir dəqiqə bu dünyada sağ qalmazdım. Yəni məsələn bu qədər çox istəməsəydim sağ qalmazdım. Amma deyir, ölsəm əziyyətdən xilas olacağam. Mən də onu istəmirəm. Nə qədər ki canım sağdır, sənə təziyyədar qalacağam. Yəni sənə yas saxlayacağam. Gündə 5 vaxt qəbrinin başına dolanıb bazarxanada, məktəbxanada mücəvvərlik eləyəcəm. Səndən sonra ömrüm uzun ola bilməz. Vəsiyyət eləyəcəm ki, qəbrimizi bir eləsinlər. Heyf sənə Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini, qiymətini bilmədilər. İndiyənə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəm. Ayrılıqdır. Və onu qucaqlayıb öpür. Nəfəsim gəlmir və burada başlayır yenə dua oxumağa başlayır. Mən necə deyib bədbəxt yaranmışam ki, gör kimlərin üstündə Quran oxuyuram. Məcər belə müsibəti çəkmək olar. Dağlanmış sinəmi para elədin və artıq burada oxuyur. Beləliklə də nə olur? Qeybdən səs gəlir və əsərdə qeybdəki səslə yekunlaşır. İndi bir ümumiləşmə burada gəlin aparaq ki, kim kimi öldürdü, nələr baş verdi. Deməli,
ən birinci ölür Mahmud. Bir dəqiqə. Rahat yazım. Deməli, ən birinci ölür Mahmud. Mahmud Fəxrəddingildə ölür. Deməli, atışma vaxtı. Yəni, onun kim tərəfindən öldürüldüyünü bilmirik. Atışma vaxtı ölür. İkinci ölür. Deməli, Mahmuddan sonra ölür Fəxrəddin. Bu hissələr qarışıq gəlir uşaqlar, onun üçün deyirəm. Fəxrəddini öldürür Əhməd. Əhməd öldürür. Daha sonra ölür Əhməd. Bunu da yazaq. Əhməd. Əhmədi öldürür Hacı Murad. Hacı Murad. Hacı Murad Əhmədi nə ilə öldürür? Deməli, Şahmarın tüfəngi ilə. Şahmarın tüfəngi. Şahmarın tüfəngi ilə öldürülür. Eyni zamanda burada deməli Vəli öldürülür. Onlar artıq o həmin Mahmud ölən atışmada ölürlər. Vəli ölür. Bu ölür. Cahangir dustaq olur. Həbsə düşür yəni. Bu olur dustaq. Sonra Xəlil yaralanmışdı. Xəlil buna nə olur? Yaralanır. Yəni, əsərdə bir növ müsibətlər bunların başında partlayır. Hansı ki, özləri yaratmışdılar. Burada bir dənə günahsız ölən Mahmudla Fəxrəddindir. Hansı ki, onların heç biri bu davaya tərəfkeş deyildilər. Eyni zamanda burada Mahmudla Fəxrəddinin fərqi var. Oxşar cəhəti odur ki, hər ikisi sevdiyi qızı yaxınlarına əmanət edirlər. Amma fərqləri odur ki, Mahmud Gülbaharı görmür son nəfəsində. Gülbaharı görmür. Çünki onu öz evlərində idi Gülbahar. Amma Fəxrəddin Səadəti görür. Buna da ehtiyatlı olaq. Yəni, Səadəti görür Fəxrəddin. Oxşar cəhətləri odur ki, sevdiyi qızları əmanət eləyirlər. Amma fərqli cəhət odur ki, Mahmud Gülbaharı görmür, amma Fəxrəddin Səadəti görür. Əsər bu qədər idi. Əgər hər hansı bir hissə qaranlıq qaldısa, bir sualınız yarandısa beyninizdə, bunu rəy qismində yazmağı unutmayın. Bu günlük də bu qədər. Yeni videolarda görüşərik.